Bilirsən, xəyal, sən deyirsən, belə eləmək olmaz. Amma eləmək lazımdır, qardaş. Onu mən eləməməliyəm də. Olmur axı. Axı sən istədiyin nəticəni əldə eləməyəsən buna görə. Mən o nəticəni onu eləyərək əldə eləmək istəmirəm də. Əgər bu olmasa, bu proyekti reallaşdırmasan, yəni nə vloqçu Bakı olmayacaq, nə xəyal xəlizadə olmayacaq. Qınadıqlarımın siyasiyinə düşəcəm axı mən. Ora düşəcəm, həmən yerə düşəcəm. Onda belə olsa işləmir. İşləmirsən, işləmə də. Mən əsas odur ki, mən dinləyicilər bilirlər, hamı bilir ki, nədir də söhbət. Salam vloqçu Bakı izləyiciləri. Bugünkü YouTube vloqumuzda sizə estrada musiqisindən danışacağıq və bu dəfə yenə də mənim tərəf müqabilim, uşaqlıq dostum və musiqi sahəsində kifayət qədər təcrübəyə malik olan Xəyal Xəlilzadə olacaq. Yeniliklərdən xəbərdar olmaq üçün və bizim bu vloqumuzu sona dək izləmək üçün kanalımıza abunə olmağı unutmayın. Başlayaq. Başlayaq. Getdik. Hoş gəlmişsən Xəyal, hoş gördük yenə də. Sağ ol, çox sağ ol. Mən istədim bizə gələn rəylərə görə biz ikinci dəfə bu podkastı çəkək və bizim sevimli, dəyərli izləyicilərimizin də könlünü xoş eləyək. Və istədim bizim keçən dəfədən qalan estrada musiqisi haqqında bəzi məqamlar var idi, hansı ki biz onları danışıb bitirə bilmədik. Bu dəfə sən bu məsələlərə aydınlıq gətirəsən. Mütləq məmnuniyyət. Sözü verirəm sənə və başlayaq. Başlayaq. Estrada musiqisinin bugünkü real problemləri niyə var? Estrada musiqisinin problemləri əslində başlıca olaraq sırf estradadan qaynaqlanmır. Ümumiyyətlə musiqidə problem var. Yəni Azərbaycan musiqisində son dövrlərdə çox problemlər var. Bunu keçən verilişdə də danışmışdıq. Özün də bilirsən və istər-istəməz öz təsirini başqa janrlara da göstərir. Ən əsas da bu xarici Avropa musiqisinə yaxın musiqilərə daha çox sanki elə bir onu itələyib yavaş-yavaş yoxa çıxardır. Sanki necə ki milli musiqini təbii ki qorumağa çalışırıq, bacarırıq, müharibə aparırıq, onunla bağlı mübarizə aparırıq ki yenə də az-çox qoruyub saxlaya bilirik. Amma elə bir ki bu Avropa musiqisinə daha çox yaxın olan janrları tükləmiş yavaş-yavaş kaybetməyə doğru gedirik. Və onlardan biri də estradadır ki, estrada yavaş-yavaş mən elə düşünürəm ki, təbii ki indi çox az faiz var. Özündə bilsəm 30-40% var ki, hal-hazırda olduğu vəziyyətdədir, amma yerdə qalan o 70% artıq itirməyə doğru gedirik, həqiqətən də. Reallıq budur. Reallıq budur. Yəni, keçmişə dönüb baxsaq, haradasa bir 20 il bundan öncəyə baxsaq, görərik ki, o dövrlərdə Azərbaycanda tanınan musiqilərin 70-80% estrada musiqiləri idi. Xit olan musiqi, yerdə qalan o 20% milli musiqilər, xalq mahnıları falan, ya vəsarədə. Amma indi hal-hazırda baxırıq ki, o 70%-dən əsər əlamət qalmayıb. İndi bax, elə bir sadə bir misal göstərək də, 20 il əvvəl məşhur olan bir estrada mahnısını xatırla, hansısa bir mahnı olsun xatırla. O musiqi səncə bu dəqiqə çıxsa, belə deyək də, bazara, o tanınarmı indiki kimi? Vallahi inanmıram. Mən də inanmıram. Məsəl üçün, müğənnilərdən kimi misal göstərə bilərik. Deyək ki, məsələn, İradə İbrahimovanın. Biz bu diskussiyalarımızda çox musiqilərdən danışıb, bilirsən. Məsələn, 20 il əvvəl oxuduğu bir musiqini o tərzdə, o musiqini deməyəm, o tərzdə, o janrda, o aranjmanda olan bir musiqini bu dəqiqə o cür bir ifaçı çıxsın, təzə bir ifaçı deyək, deməyək də həmən adam gəlib çıxsın, oxusun, reallıq olmaz. Hansısa bir ifaçı olsun, adı nə bilim, nə olur olsun da adı. O cür aranjmanda, o keyfiyyətdə bir estrada mahnısı oxusun, çıxartsın bazara. Yəni, mən inanıram ki, o sevilməyəcək o musiqi o dərəcədə. Sevəcək kimi yerdə qalan 30%, 70% dinləməyəcək. Hansı ki, onlar, necə deyim, həm həvəskar, həm də peşəkar musiqi dinləyiciləridir. Bəli. Ancaq onların istədiyini biz verə bilsək də, o kütlə çox azdır. Kütlə çox azdır, bəli. Əsas kütlənin dinlədiyi, deyərdim ki, əksəri estradadan uzaq, bilinmir nədir çoxsu. Həqiqətən bilinmir. Yəni, mən bir musiqiçi olaraq, peşəkar musiqiçi olaraq mən özüm analiz edirəm musiqini. Baxıram ki, bu musiqinin içində nə qədər fərqli janrların birləşməsi, hansısa bir janra oxşayan qondarma bir şeyin yaradılması,
harmonik olaraq da düz gəlmir. Harmoniyaya baxanda bildiyimiz məsələn muğam üstündədir də bəzi musiqilərimiz muğam ladlar üzərindədir, qammalar üzərindədir. Baxırsan ki, yəni qammaya da tam olaraq düzgün gəlmir, oturmur. Amma dinləyici sevir, kütlə sevir və bəyənir. Çünki o demiş umurunda deyil də onun ki, bu hansı musiqidir, nə janrıdır və sevilir. Və kütlə dinlədikcə, sevildikcə də say çoxalır. Və o yerdə qalan da dediyimiz 30% ya qalır, ya da yavaş-yavaş yoxa getməyə doğru gedir. Yəni bu çox acınacaqlı bir durumdur. Bir sual verim sənə. Keçən dəfə mən bu videolarda yazılan rəylərdə gördüm. Bir xanım izləyicimiz yazmışdı ki, bizə hal-hazırda dinlənilən və kütlənin daha çox rəğbət göstərdiyi musiqi hansı janrdan formalaşıb hal-hazırdakı vəziyyətini alıb? Yəni onun adı hansı janrdır? Siz necə deyə bilərsiniz? Janr olaraq elə bir janr, konkret bir janr deyil. Yəni direkt deyəsən ki, bu estradadır. Yadında bir dəfə də sənə demişdim, meyxana ilə bağlı bir sual. Məsələn, bildiyim musiqi var, dinləyirsən, bilirsən ki, bu cazdır, bu bayaq da rockdur. İndi daha bəsit danışmağa çalışıram ki, hər kəs dinləsin, anlasın da. Çünki bizi dinləyənlər arasında musiqiçi olmayan insanlar da var. Mən durub terminlərlə danışmağım düzgün olmaz. Çalışacağam onu daha bəsit ifadə edeyim. Yəni, sən dediyin o janrlar birəbir bir janr deyil. Bayaq da elə danışığımda da dedim. Hansısa janrdan yaranma, törəmə bir şeydir. Törüyür. Musiqili meyxana dedim də, meyxana musiqi. Meyxana gözəl bir sənətdir. Sadəcə, yəni, meyxanaçılar da bunu bilir ki, son dövrlərdə musiqili meyxanalar da heç olduğu kimi o formada deyil. Əvvəlki formada deyil. Orada da dəyişikliklər gedir. Orada da dəyişilmə, deyək də, tamamilə fərqli bir yerə yönəlib. Artıq mahnılaşma gedir. Mahnılaşma, yəni bəsitləşmə gedir orada da. O da nəyə görədir? Fərqli ölkələrin, fərqli xalqların, fərqli millətlərin musiqiləri artıq gəlib yapışdırırlar ora. Və bizim milliliyimizdən uzaqlaşmağa doğru gedir. Yaxşı, bunu nə üçün eləyirlər? Kütlə sevir, dinləyici sevir. Biri eləyir, baxır ki, hə, tutdu, tanındı, populyarlaşdı, fikirləşir ki, elə deməli, bu yolla getməliyəm də mən də. Mən də onun kimi eləməliyəm. Məsələn, Şahin çıxartdı bir mahnı, tutdu, tanındı. Hə, necə bir şey yazaq, gedək görə Şahin nə yazıb, Şahin yazdığı kimi bir daha mahnı. Gedib bəstəkara da onu deyirlər. Mən şəxsən tanıdığım bəstəkarlar var. Şəxsən gəlib deyirlər ki, misal olaraq sizə misal göstərirəm ki, mənə mahnı lazımdır. Necə mahnı? Şahin oxumuşdu, filan mahnı var idi. Nə bilim, tutaq ki, Ay Gözəl Qız adlı mahnı. O mahnının kopyasını, o mahnıya oxşayan bir mahnı yaz. Ki, kütlə sevsin, bəyənsin, dinləsin deyə. Belə say artır. Artır və artıq normativdən uzaqlaşmağa doğru gedir. Yəni, bunun səbəbi budur. Yəni, düzgün istiqamət götürülmür. Bəs yaxşı, əgər bu indiki dövrdə hal-hazırda musiqinin vəziyyəti bəllidir. Təbii ki, bu musiqi duyumu olan insanlar üçün çox acınacaqlı olsa da, kütlə yenə bunu rəğbət bəsləyir deyə hələ də trenddə belə musiqilər var. Yaxşı, növbəti 5 ildə və ya 10 ildə ki, hal-hazırda məsələn bizim kimi insanlar qulaq asmağa musiqi tapdırlar. Ən yaxşı halda Avropa musiqilərini üst tuturlar və s. 5-10 il sonra necə olacaq? Yəni sənətkarları itirəcək, sənət meyarı itəcək. Bax, yoxsa əvvəllər o bizim Sovet dövrü dediyimiz o dövrlərdə o vaxtdan qalan o bəzi ifaçılar var ki, indi bu dəqiqə məsələn korifey sənətkarlar var da, ən azı məsələn misal çəkəndə bir neçəsinin adını çəkə bilərik də bu dəqiqə burada. Neçə bəstəkar adı çəkə bilərik, neçə ifaçı adı çəkə bilərik. Və bir 10 ildən sonra, 20 ildən sonra bu dövrdə və yaxud da bir 10 illik, bu 10 illiklərdə 2000-dən bəri 2020-yə qədər deyək, elə bir adam yoxdur ki, onu 20 il sonra korifey kimi adını çəkirlər. Məsələn, mən xatırlamıram elə bir adam. Sən bilirsənsə de, yəni, kim olub ki, 20 il sonra, 30 il sonra nəvələrimiz deyək ki, övladlarımız onun desinlər ki, filan dövrdə bir müğənni vardı, 2005-ci illərdə, 2010-cu illərdə oxumuşdu, korifey idi. Yəni, elə bir yoxdur, amma 1900-cü illərdə olubdur. Yəni, indi hal-hazırda yoxdur. Onun da səbəbi, əksəriyyətinin səbəbi odur ki, musiqi kommersiya üzərində daha çox yaradıcılıq gedir. Yaradıcılığın 70-80% kommersiya üzərində gedir. Ki, mən nə oxuyum ki, daha çox sata bilim, daha çox qazana bilim.
Amma əvvəlki dövrlərdə daha çox düşünülür ki, nə oxuyum ki, onu musiqi duyumu olan insanlar daha çox sevsin. Musiqiyə nə qata bilərəm? O düşüncə tərzi ilə. Nə eləyim, keyfiyyətli eləyim. Necə keyfiyyətli bir şey düzəldə bilərəm? Necə keyfiyyətli bir musiqi yarada bilərəm? Necə keyfiyyətli oxuya bilərəm düşünürdülərsə, indi hal-hazırda necə bir şey oxuya bilərəm ki, onunla mən daha çox pul qazanım? Yəni bu sual, bu cavablar səbəbindən hal-hazırda yəni budur vəziyyət. Və yaxşı ki, onu da qeyd eləyək ki, mütləq altını çizirəm bunu ki, bizim kimi musiqini dəyər verən, qoruyan həm musiqiçilər, həm xanəndələr, həm vokalistlər, həm də meyxanaçılar var ki, qoruyub saxlayırlar. Yəni onları da mütləq deməliyik ki, tamamilə %100 deyil bu. Yəni dinləyicilər yanlış anlamasın, biz %100 demirik bu vəziyyətdədir. Yox, təbii ki, bu %100 deyil. Var, az faydalı, 30-40% da olsa var ki, mücadilə aparırlar. Günü bu günündə də öz sahəsində, öz janrında bununla mübarizə aparır ki, necə eləyək, qoruyub saxlaya bilək. Və təbii ki, əksər çoxluq 70-80% çox olduğu üçün yenə də hardasa məğlub oluruq deyərdim. Bu dəqiqə ki, məğlub oluruq ki, bu vəziyyətdədir də. Yəni təəssüf ki, açıb bu dəqiqə 10 dənə mahnı dinləsən, onundan ikisi normal olacaq, yerdə qalan 8-i normal olmayacaq. Mənim özüm şəxsən bu yaxınlarda oldu. Təzə format olunmuş bir dənə kompüterdə YouTube-a girdim, dedim orada təzə format olubdu, heç bir kəşfiyyəti yox, heç nə yoxdur. Yəni bununla ömür boyu YouTube-a girilməyib. YouTube-a girdim, dedim görüm kəşfiyyətdə nə çıxacaq qabağıma. Normalda bilsən də istifadə edəndə özün bu işin mütəxəssissən. Nə baxmısansa ona uyğun şeylər çıxır qabağıma. Amma bu sıfır kompüterdir də. İstər-istəməz nədirsə, qlobal nədirsə onu göstərəcək mənə Azərbaycanda. Və IP üzərindən təbii ki, Azərbaycan olduğunu bilir YouTube. Bildi ki, Azərbaycandan girmişəm. Hətta Azərbaycan yazdı orada, YouTube Azərbaycan. Kəşfiyyətə girdim, yəni çevirdiyim mahnılardan bir dənə normal bir mahnı mən eşitmədim ki, bir normal bir şey olsun. Deyim, nə yaxşı, bu kimdir belə, nə yaxşı ifaçıdır ki, mən bunu eşitməmişəm. Nə qədər çevirdim, axırda X elədim, çıxdım. İnanırsan, mənim ən yaralı problemim odur ki, bugünkü gün, tutaq ki, uzaq yol gedəndə, bir neçə gün hətta bundan qabaq bir rayon səfərim oldu. Mən radioya onsuz da qulaq asmıram. Mən pisləməyəcəm, deməyəcəm. Hansı nəyə görə qulaq asmıram, hansı proqramlara görə qulaq asmıram. Ümumiyyətlə, qulaq asmağa maraqlı bir mövzu tapmadığım üçün qulaq asmıram. Musiqi də belədir ki, təəssüf ki, mən son 20, 25, 30 il ərzində çıxan musiqilərdə ilişib qalmışam. Daha yaxşı alternativi tapa bilmədiyim üçün. Açıram trendi, sən demişkən, yəni YouTube-u açıram, baxırsan, yəni bir dənə olsun ürəyə yatan bir şey tapmaq mümkün deyil. Ən yaxşı halda tanınmış bəstəkarlara müraciət olunanda onların yazdığı musiqi əsasında bir şey formalaşdırırlar. İş arasıdır ki, təəssüf ki, artıq burada da səs o səs olmur. Yəni musiqi olsa da səs o səs olmur. Mən istəyərdim əslində nümunə ad çəkim, sadəcə bizim peşəkarlığımıza yaraşmadığından mən bu adı çəkmək istəmirəm. Onda başqa yerə yozula bilər. Onda başqa yerə yozulacaq. Üstəlik söz və qüvvət olaraq deyim. Mən bəzən görürəm, məsələn Instagramda falan kommentlərdə görürəm, hansısa bir ifaçını qınayırlar, haqlı qınayırlar da. Yəni mən özüm də baxıram ki, düz deyirlər də. Yəni bu nə oxumaqdır? Keyfiyyət yox, oxumaq yox, səs. Orada şərhlərdə mən baxıram ki, o qınayanı da qınayırlar. Çoxu da onların arasında müğənni olarsa və yaxud da musiqiçi olarsa, demirlər bu musiqiçidir, müğənnidir, bəlkə bu düz deyir. Gəl buna inanaq da. İndi bizim başımız çıxmır da, gəl inanaq. O inanaq yoxdur. Yazırlar ki, sən paxıllıqdan deyirsən. Yəni niyə paxıllıqdan deməlidir bu adam? Bu adamın işi gücü yoxdur, paxıllıqdan girsin kiminsə Instagram videosuna, kommentinə, şərhinə dursun, onu pisləsin. Yəni paxıllıq belə olmur axı. Paxıllıqdan deyirsən deyirlər. Məsəl üçün mən dərzilikdən anlayışım yoxdur da, düzdürmü? Mənə sən desən ki, bu paltar pis paltardır, düzdür? Mən onun pis, yaxşı olduğunu kimdən öyrənə bilərəm? Təbii ki, dərzidən öyrənəm. Gedərəm ki, qardaş, mən Şahin dedi ki, bunun materialı pisdir. Bir dənə bax da, o da baxar deyər ki, yaxşıdır ya pisdir. Bunlar ustadından soruşanda da deyirlər ki, paxıllıqdan deyir. Ona görə də gələ at çəkməyəsən. Həqiqətən at çəkməyəsən. Bu da təəssüf ki, bizə xas olan bir şeydir. Neyniyək indi belədir də. Çox təəssüf. Biz nə edə bilərik? Bu təbliğatı daha düzgün necə formalaşdıra bilərik? Necə insanlara
insanlardan geri dönüş ala bilərik bu barədə? Yəni neyniyək ki, bu zövq formalaşsın deyim. Əvvəlki keyfiyyətli işlərə geri qayıdaq deyim. Yəni bunun yolunu sən nədə görürsən? Bunun yolları fikirləşirsən ki, məsələn mən sənin yaradıcılığından mən bilirəm. İndi biz orada gələcəyik, ondan da danışmaq istəyirəm. Sənin yaradıcılığın bəllidir. Məsələn, sənin yazdığın mahnılar, sən özün bəstəkar kimi, həm ifaçı kimi şəxsən mənə görə kifayət qədər uğurlu bir bəstəkar, uğurlu bir ifaçısan. Lakin sənin bir yönün var, bir xəttin var və bir fərqliliyin var. Ona görə bugünkü gün Xəyal Xəlilzadə var. Xəyal Xəlilzadənin timsalında biz insanlara necə tövsiyə eləyə bilərik ki, bu zövqü formalaşdıraq? Yəni necə təbliğat aparaq? Xəyal Xəlilzadə yeni mahnılar mı yazmalıdır? Bunu insanlara şuuraltı diktə eləyəcək musiqilər mi formalaşdırmalıdır? Bunun çarəsini nədə görürsən? Xəyal Xəlilzadə təkdir. Yəni tək əldən səs çıxmır. Bu dəqiqə yəni mən nə qədər də neynəsəm də, yəni onu ancaq məni tanıyan, məni dinləyən insan, sənin kimi dost, tanış və yaxud da tanış olmayan insanlar bunu anlaya bilərlər. Mənə də məsələn çox şərhlər yazırlar ki, bu dediyinlə bağlı da ki, niyə məsələn efirlərdə görmürük, niyə bu qədər siz tanınmırsınız, bu qədər belə ifalar falan. Mən bunu başa düşürəm və izahı da onun çox böyük izahı var da. Mən özüm bilsən, yəni saatlarla o mövzuda danışmaq olar. Sən suala cavab olaraq deyim ki, bu tək mənim edəcəyim bir şey deyil. Burada ümumilikdə bir çox insanların üzərinə iş düşür. Bir çox insanların, yəni tək mənim yox. Burada dəstək olmalıdır. Sadəcə dəstək olmalıdır. Mən deməyək də mənim və mənim kimi insanlara dəstək olmasa, tək başına bir yerə qədər gedə biləcəksən. Oradan o tərəfə gedə bilməyəcəksən. Çünki insanların çoxusu bayaq da danışdıq ki, inanmırlar. Nə qədər də desən də inanmırlar. Nəyə inanırlar? Televiziyaya inanırlar, trendə inanırlar ki, trenddə birincidir, ikincidir, üçüncüdür, deməli bu yaxşıdır. Efirə çıxır, deməli bu yaxşı oxuyanda efirə çıxır. Bu düşüncə dəyişmədir. Dəyişmədiyi müddətdə biz o trendə çıxmayana qədər, o günlərlə efiri zəbt eləməyənə qədər bəzi insanlar inanmayacaqlar. Yəni bunun üçün də dəstək olmalıdır. Hansısa kimlərsə dəstək olmalıdırlar ki, biz tək başına öz səsimizi çatdıra bilmirik də, o səsimizi hamıya çatdıra bilək. Məsələn, indi bu video yayımlandı YouTube-da, düzdür. Bunu dinləyən, bizlə həmfikir olan insanlar da olacaq, olmayanlar da olacaq. Təbii ki, bu. Baxın, video deyəcəklər ki, bunlar boş-boş danışırlar. Elə yaxşı oxuyanıydınız, yaxşı musiqiçiydiniz, elə tanınardınız da. Bu düşüncədə olanlar da olacaq. Amma bilməyəcək ki, yəni sənin tanınmağın üçün sənə pul lazımdır, reklam üçün sənə bir imkanlar lazımdır, əhatə dairən lazımdır. Bunu bilməyən insanlar da olacaq. Və yaxud da ki, həmfikir olan insanlar olacaq ki, hə, qardaş düz deyil belə. Və dəstək olmaq lazımdır. Maksimum dəstək olmalısan ki, dəstək olasan və sən gəlib bir yerə qədər çatıb, orada öz sözünü deyə biləsən. Və onda artıq sənə inanacaqlar. Kütlə sənə onda inanacaq. Görəcək ki, həqiqətən sən gəldin, tanındın, həmin o pis oxuyanlar dediyin insan, pis musiqilər dediyin insanların önünə çıxdın. Ondan bir-birlə yuxarıya çıxdın. Və onda sənə inanacaqlar və onda sənin dediyin anlayacaqlar. Bəziləri də. Yəni biz bu dəqiqə tək başına neynəsək də, yenə də yerimizdə sayacağıq, elə çabalayacağıq. O qədər yəni bizim kimi olub elə insanlar. Çabalayıb küsənlər olub, küsüb musiqidən uzaqlaşan insanlar olub. Mən neçəsini tanıyıram ki, tamamilə başqa bir sektora keçiblər. Musiqidən tamamilə uzaqlaşıblar. Mənim tələbə yoldaşlarım olub ki, bu dəqiqə fərqli çalışırlar. Elə biri mən özüm. Yəni çalışıb, vaxtı ikən çox yaradıcılıqla məşğul olublar. Əsərlər, sketçlər, etüdlər yazıblar, yəni nə bilim, o qədər konsertlər yazıblar. Amma gəl ki, bu vəziyyətdir. Mənim özüm də tələbələrim var da, bilirsən, məsələn, tələbələrimin arasında baxıram, görürəm ki, onlar indi təbii ki, sənəti sevən insanlardılar ki, məşğul olurlar. Amma həmişə sual o yaranır ki, mən necə məşhur ola bilərəm, necə tez məşhur ola bilərəm sualları var. O düzdür, mənim tələbələrimdə olmur, amma müraciət edənlər arasında olur o. Mən onu izah edə bilmirəm ki, yəni bu sualın cavabı yoxdur. Necə məşhur ola bilərəm sualın cavabı yoxdur, həqiqətən yoxdur. Ən absurd şeyi eləməklə. Yəni indi
İndi bu sualın cavabı ancaq budur. Onu da misal göstərim, ona da deyim sənə bir söz ki, son zamanlar onu da fikir vermişəm ki, tək incəsənətdən danışmayaq da, indi başqa yerlərə də toxunaq. Kimlər qınanır? Təbii ki, yaxşılardan iraq. Kimlər qınanır, kimlər söyülür və bir müddətdən sonra onlar sevilir. Onlar dəstəklənir. Və həqiqətən də özüm də fikir verirəm. TikTok platforması təbii ki, adı çıxıb. TikTokun əslində normal bir platformadır. Orada yəni normal insanlar var ki, normal işlərlə məşğuldurlar. Çoxluq məsələsi də görsən, bu çoxluq orada yaxşı işlərlə məşğul deyildi ya. TikTokun da adına o damğa vardı. Təbii ki, o da bizdədir. Və orada pislənən insanlar arasından o türklərdə sözü aklanan deyirlər. Yəni ki, yavaş-yavaş qəbullanıb onlara dəstək olan insanlar var ki, qəbullanıb dəstək olanlar var. Yəni bu real da açıq, gizli bir şey yoxdur ki, yəni bu yaxınlarda bir verişdə də gördüm, aparıcı deyirdi ki, bəs deyir, neçə yüz manat maaşa işləyən adamlar var ki, TikTokda o canlı açanlara dəstək olur, SMS göndərir. Yəni bu adam 300-400 manat maaşa işləyir, amma onlara hədiyyə göndərir. Onlara hədiyyə göndərir. Yəni elə dəstək olur da, özə göndərdiyi adam da, yəni deyim ki, normal bir vətənə, millətə faydalı işlə məşğul deyil. Və yaxud da sənət üzərində nəsə bir əziyyət çəkən adam deyil. Yəni elə şeylər bax, körlüyür hər şeyi. Xəyal, bir şey də soruşum səndən. Bugünkü mahnılarda bəzən bəstəkar musiqilərini də görürük. Düzdür, yeni bəstəkarlardır bunlar. Ancaq onların bəstələrinin də kifayət qədər tutarlı olmamasının xırda texniki səbəbləri var, bildiyim qədər. İndi hər halda onu sən məndən daha yaxşı bilirsən. Bəs niyə onlar belə alınır? Yəni, səbəb nədir onların tutarlı olmamağına baxmayaraq? Bəstəkar musiqisinə əslində müraciət olunub. Amma məsələn, əvvəlki bəstəkarlar kimi onların musiqilər tutulmur. Niyə? Buna səbəb nədir? Səbəb o ola bilər ki, bax, belə deyək də, musiqinin hansısa bir musiqi əsəridir də, bu mahnı dediyimiz musiqi əsəridir. Onun yazılışı var, yazılış qaydası var. Və çox bəstəkarlar, peşəkar bəstəkarlar bunu bilirlər. Ancaq əfsuslar olsun ki, son zamanlar dediyin o musiqilərdə bu qayda yoxdur. Və bu qayda olmadığına görə də musiqilərin bəstələnməsi düzgün bəstələnmir əksəriyyəti. Bayaq da, başda da videoda da dedik ki, musiqi duyumu olub, amma musiqinin texniki tərəfini bilməyən insanlar da var. Onu biz izah edəsək, əksər insan başa düşməyəcək. Onu sadəcə yəni, şifahi formada, loru formada, daha bəsit formada izah eləmək olar. Yəni, onu deyim ki, açıqlamaq kimi ki, yəni, peşəkar bəstəkarlara az müraciət olunur. Və az müraciət olunduğu üçün və bəzən də görürsən ki, bəstəkar qalır bir qıraqda, müğənni özü, hansı ki müğənni özü mahnı bəstəlir. Müğənninin mahnı bəstələməyi, musiqi əsəri yazmağı qəbahət deyil. Sadəcə müğənni var ki, bunu bilir, texniki tərəflərini, ola bilər də təhsil alıb və yaxud da hansısa bir alətdə ifa eləməyə bacarır və ən azı o təqribi də olsa bilir bu qaydanı. Ona görə bəstələyir. Müğənni də var ki, ümumiyyətlə, yəni əvvəl bunun keçmişində heç bir musiqi təhsili olmayıb, ümumiyyətlə musiqi təhsili oldu, olmadı, heç bir araşdırması yoxdur, heç bir musiqini analiz eləməyib. Sadəcə elə copy-paste, yəni nə eşidib onu oxuyub da. Sadəcə beyninə bir mahnı gəlir, nanay edir, diktafona yazır, aparır aranjmançıya ya da özü aranjman edir, yüngülvari oxuyur. Yəni bu qaynağı budur da, kökü bura gəlir. Musiqilərin çoxunun eyni struktura malik olur, yəni eyni səslənməyinin səbəbi də yəqin ki. Əlbəttə ki, bəs odur da, səbəb odur. Çünki hamısı bir-birinə oxşuyur. Bəs odur da, çünki bu adam dərin yaza bilmir axı, mürəkkəb yaza bilmir. Mürəkkəb yazmaq üçün sən mürəkkəb musiqiləri analiz eləməlisən, ağır musiqiləri dinləməlisən və onu analiz edə və səndə o formalaşır. Artıq sən musiqini yazanda daha düzgün forma, daha dərindən yaza bilirsən. Məsələn, oturub bütün günü türk mahnıları dinləyir. Yəni də türk mahnıları bəsit deyil. Sadəcə yəni eyni bir şey dinləyir, eyni bir tərəfə baxır və oxuduğu da onların kopyasıdır. Bu adam nə yazacaq? Yazdığı da özünün kopyası olacaq da.
dinlədiyinin kopyası olacaq. Fərqli-fərqli bəstəkarların ən böyük özəlliklərindən biri odur ki, bəstəkarlar fərqli-fərqli musiqilər dinləyirlər. Yəni indi mən məsəl üçün həm bəstəkaram, həm müğənniyəm, mən qoydum bir qırağa özümü. Bəstəkar var ki, səsi yoxdur, oxumur. Sadəcə özü üçün dinləyir. Və biz bəstəkarların da o elə bir ki, bizdə bir qaydadır ki, biz fərqli-fərqli janrları dinləməliyik, tanış olmalıyıq. Hətta bir film bəstəkarı var, adı yadımdan çıxıb, o xarici bəstəkardır. O ərəb ladında, ərəb janrında bir musiqi yazmalıymış. Bu adam yəni xarici bəstəkardır, ərəb musiqisində ümumiyyətlə uzaq bir adamdır. O film üçün musiqi bəstələyib. Səhv eləmirəmsə, Yusif Peyğəmbər filmi var ya, o filmin bəstəkarı xaricidir. Və o neçə aylarla ərəb musiqilərini dinləyib, analiz edib, araşdırıb ki, orada lad nədir, major ladı necə yazacam mən, harmonik yazacam, məsələn, re, mi, mol, fa, diez, sol, orada necə eləyəcəm ki, mən ərəb ladına oxşasın. Onun aylarla qulasıb, ondan sonra yazıb o filmin musiqisini. Yəni, çünki bu adama yaddır da, bu adam ərəb deyil. Yəni, ərəb o deməkdir ki, sən ərəbsən, ancaq ərəb yaza bilər. Analiz eləməlisən, bəli. Bizim də bəstəkarlarımız, yəni fərqli-fərqli janrlarda yazmaq üçün təbii ki, hər janrı dinləyirik. Avropadır, ərəbdir, istənilən bizim millidir. Yəni hamısını dinləməlisən. Və bu müğənni, bəzi o müğənnilər onları dinləmir. Dinləmir və yaxud da ki, bir mürəkkəb musiqi dinləmir. Ona görə də yazdığı musiqilər, özü üçün yazdığı və yaxud da başqası üçün yazıb satdığı hətta musiqilər baxırsan ki, elə bir-birinə oxşuyur, kopyasıdır. Bir ara Türkiyədə vardı İsmail Yeka müğənni. Bir dənə mahnı oxudu, tanındı. Ondan sonra başladı öz mahnılarının kopyalarını yazmağa. Yazdı. Görsən bu dəqiqə dinləyən yoxdur, demək olar ki, yox səviyyəsində də. Niyə? Çünki artıq bezir, dinləyici də bezir bir yerdən sonra. Nə qədər olar not-not düşmək, not-not, bir notdan başlayır, düşür, təzədən bir də qalxır həmən yerə. 4 dənə notun üzərindədir də, 4 harmoniyadır. Re, fa, la, do, mi, sol, si, mol, re, fa, la, do, mi. 4 dənə akord gedir. Ancaq düşdü, getdi. 4-dən 1-ə düşürsən elə bir mərtəbəyə, təzədən 1-ə qalxsan 4, 3, 2, 1, 4, 3, 2, 1. Dinləyici də yorulur da. Bu zəngin olmalıdır. Tonikadan qalxmasan, kvintaya qalxdın, düşdün, sonra qalxdın. Zəngin olmalıdır musiqi ki, yeni bir musiqi yaransın, yeni bir qulağın nəsə bir təzə bir şey eşitsin. Bu səbəb budur. Yəni müğənninin, bəzi müğənninin və yaxud da müğənni olmayan, müğənnini də qoyduq kənara, adi bir insandır, musiqi bəstələyir və biz keçən dəfə də sən verişdə demişdim, o Arif müəllim məsələn mənə deyirdi ki, ilk ağlıma gələn musiqi sənin deyil. Ağlıma ilk gəldisə musiqi o sənin deyil. O, ola bilər ki, hansısa mahnıdan qalma bir şeydir, hansısa şuur altında bir musiqi qalıb, odur, sən elə bilsən özün bəstələmirsən. Bir musiqinin üzərində 5 dəfə, 6 dəfə, 7 dəfə hətta işləməlisən ki, sonuçda sən özün olanı oradan tapıb çıxardasan. Özünkü, daha doğrusu özünküləşdirəsən, yəni fərqliləşdirəsən. Kəşf də elədir də. Məsələn, nəsə kəşf eləyəndə, alimlər də məsələn, nəsə kəşf eləyəndə nə qədər onu araşdırırlar, ondan sonra artıq o kəşf sayılır. Çünki ilk ola bilər ki, sən nəsə istehsal edərsən, yaradarsan, amma nəyinsə kopyası olar bəlkə də. Özün belə fərqində olmarsan. O kopyalar çoxdur. Kopyalar. Bu dəqiqə musiqidə kopyalar çoxdur. Kopyalamaq. Xarici musiqiləri, Hind, İran, Fars, Türk, başqa ölkələrin musiqilərini kopyalayırıq. Bu bizim yerli bazarda da eyni vəziyyətdir. Əlbəttə, bizdə də var. Yəni bizim hal-hazırda olan musiqilər, trend olan belə deyə, tanınan musiqilərin əksəriyyəti kopyadır. Hansısa mahnıların kopyasıdır, ya birəbir kopyasıdır, o A-klass dediyimiz o, ya birəbir kopyasıdır, ya da onun yenidən işlənilmiş versiyalarıdır. Budaqlandırılmış. Bəli. Sanki orasını burasını dəyişirsən, hansısa bir əşyanı alırsan, yalandan kraskalayırsan qıraqlarından, üstündəki yazını silib başqa yazı yazırsan, deyirsən mən istehsal eləmişəm. Yəni belə bir şeydir. Amma bazı olaraq dəyişən bir şey yoxdur. Və əksəriyyətinə də baxırsan, bir dənə sözləri Azərbaycan dilindədir. Qalan musiqidir, ritmdir, aranjmandır, harmoniyasıdır. Hansına baxsan, Azərbaycan qoxusu yoxdur da. Bu da nədir? Çünki peşəkar, bəstəkar onu heç vaxt eləməz. Ona neynəsən də o adam eləyə bilməz. Çünki o qulasan kimi, onu yazan kimi deyəcək ki, yox, bu nəsə biraz fərqlidir, bu o deyil. İstər-istəməz o uzaqlaşacaq oradan. Peşəkar musiqiçi uzaqlaşa bilir, peşəkar bəstəkar. Xəyal, bir şey deyim sənə. Biz bu müzakirədə mən sənə nə demək istədiyimi çox yaxşı başa düşürəm, amma istəyirəm bizim izləyicilərimizə də sən bunu əyani olaraq bir
göstərəsən əslində məsələ nədir, məsələnin kökündə nə dayanır. Hansı ki, yadında biz keçən dəfə də müzakirə eləyəndə hətta sənin köhnə o ilk mahnılarından olan xatirələr mahnısı üzərindən müzakirə apardıq ki, orada o dövrdə hətta sən bunu eləmişdin. O dövrdə buna o qədər tələbat yox idi. Təbii. Amma indiki dövrdə demək olar ki, hətta o mahnının baza o mahnı olmaqla onun üzərindən çox dəyişiklik olub və tamam fərqli bir formada bugün təzahür edib. Mən istəyərdim onu bizim izləyicilərə əyani formada sən bilmirəm, ifa ilə mı, ya necəsə göstərəydin ki, əslində sənin nə demək istədiyin, bizim vurğulamaq istədiyimiz məsələni insanlar başa düşsün. Və sənət, daha doğrusu peşəkarlığın fonunda sənət meyarının olduğunu anlasınlar. Sualı əvvəlcə cavablandırım, sonra izahını verim. Deməli, o mahnı, Xatirələr mahnısını 2009-cu illərdə yazdım mən. Onun sözlərini mən yazmamışam. O söz mən ümumiyyətlə şeir çox yazmıram, özün bilirsən. Yəni sadəcə bəzən mahnılarıma çalışıram ki, ümumiyyətlə peşəkar şairlərdən müraciət edeyim. Məcbur qaldıqca bəzən olur, istifadə edirəm. Və o musiqini əvvəl mən yazanda, təbii ki, yazdım, gördüm ki, bu tamamilə fərqli bir şeydir. Bizim o dərviş dediyimiz üslub var, dərviş ritimləri, dərviş janrı deyilən bir musiqi. Hansı ki, həmin dövrdə mən yanlış xatırlamıramsa heç elə. İndinin özündə də çox adam bilmir onu. Deməli, ölçü var da, heca var, ölçü var, vəzn var. İndi mən o dərəcə dərindən bilmirəm deyə ona görə heç vaxt o barədə mən fikir deyə bilmərəm. Mahnının sözlərindəki heca tamamilə fərqli hecadır. Halbuki o dövrdə o hecada mahnılar yox idi. Demək olar yox səviyyəsindədir. Bəlkə də vardısa da mən eşitməmişdim. Elə belə ki, sayaq hecanı. Deməli, ilk misrasında yenədə qəmli otaq, qəmli qələm, qəmli kağız 15. Quruyub dil dodağım, dinmədi bir kəlmə ağız 15-15. Gördün 15 heca, bir misrada 15 heca. O vaxt məsələn 15 hecada mahnı mən eşitməmişdim olsun. Mənə bu şeiri gətirdilər, yazdılar, gətirdilər ki, buna musiqi yazmaq. Mən özüm ümumiyyətlə yaxşı şeirlər xoşlayıram oxumağı, istəyirəm ki, həmişə yaxşı şeir olsun, ona musiqi yazım. Və o vaxtda belə musiqilər yox idi demək olar. Və yazdım və yazandan sonra qınanıldım da təbii ki, bu meyxanadır, bu nə bilim meyxanaya oxşuyur, bu mahnı deyil. Və mən sözün açığı biraz özüm də narahat oldum ki, yəni bəlkə mən düz eləməmişəm nəyisə, səhv eləmişəm. Bəlkə bu sadəcə bir şeir kimi oxunmalıymış, buna mahnı heç yazmalı deyildim. Çünki bəzi şeirlər var, qəzəllər var da, bilirsən, məsələn, qəzəl elə qəzəl kimi oxunmalıdır, ona mahnı yazmaq, nə bilim, mən yazmamışam qəzələ mahnı. Adətən mahnı yazanda biz elə şeirlər seçirik ki, qəzəl olmasın da, o şeir olsun. Çünki estrada musiqisidir, bəzi musiqilərdə, yəni heca qısa olmağı 15 çoxdur da onlar üçün. Ən azı 12, 14, 8 belə olur da. Gördüm bu uzundur, dedim, bəlkə mən düz eləməmişəm, amma indiki dövrdə qulaq asıram, görürəm ki, indiki dövrdə əksinə daha çox mahnılar o ölçüdədir, daha çox mahnılar o üzrədir. Və yəni mən o vaxt qınalındımsa, indi bu dəqiqə inanmıram ki, kimsə qınaya, çünki ən azı qınasalar başqalarına qınayıb sonra mənə gəlməlidirlər. Müqayisədə o dövrdə sənin hazırladığın bu iş əslində indiki musiqilərlə müqayisədə o şah əsəri mən hesab edirəm. Mən özüm yazmışam deyə bilirəm. Çünki indi bu budaqlanıb deyə həddindən artıq daha doğrusu bayaqlaşdırıb. Əslində sən yazdığında bayağı bir şey yoxdur. Onun ritimləri falan hamısı seçilmiş ritimlərdir. Ritimlər fərqli, 15-15 hecalar və çox gözəl də otururdu o mahnıya. Sənin yaradıcılığında da səhv eləmirəm, sən ən uğurlu işlərindən elə biri oydu. Baxmayaraq hələ sən onu bəyənmirsən. Bəli, hətta ney falan da orada işlətmişik. Yəni onun aranjmanında da piano falan, yəni klassik üsluba daha yaxın aranjman eləmişəm onu. Yəni nə eləsəm də o bir müğənni vardı, o vaxt gəldi, eşitdi materialı yığanda, dedi ki, nə eləsən də sən çıxa bilmərsən, nə eləsən də öz
dəsti xəttivi qoyursan, özün istədin, istəmədin, bilinir ki, bunu sən eləmisən də. Melodiya baxımından da mən o düşmə melodiyalar deyirdim, not düşmə, onları istifadə eləmədiyimə görə də melodiyasına da qulaq asan, görür ki, bu nəsə normal bir melodiyadır da. Amma indi baxırsan ki, 4 dənə musiqidir. Daray 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 düşür. Daray 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 daray. Budur, ancaq budur. Daray 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 daray. Eyni şey təkrarlanır. 4 dənə musiqi təkrarlanır. Amma mən məsələn yazanda daha altdan başlayırsan, belə loru izah edeyim də, aşağıdan başlayırsan, mahnının bəndi olmalıdır, girişi kulminasiyaya, nöqtəyə qədər getməlidir. Bu göstərməlisən ki, sən başladın, bənd, keçid, nəqarət, final, sonluq. Yəni mahnının üslubu var, hissə olmalıdır. Bəndi ilə musiqinin, sən nəqarətin fərqlənməlidir bir-birindən. Ən azı dinləyici mahnını ortadan dinləyəndə bilməlidir ki, bu mahnının nəqarətindədir, yoxsa bəndindədir. Baxırsan, musiqini dinləyirsən, bilmirsən, sən nəqarətdəsən, yoxsa bənddəsən. Mahnının harasında olduğunu hiss eləmirsən. Çünki çox yaxın olurlar ya melodiyaları, bəziləri yazanda, ya da eyni olurlar. Bəndinin sadəcə nəqarətə ayıran sözlər olur. Olmamalıdır elə. Bəndin melodiyası ayrı olmalıdır. Nəqarətin melodiyası ayrı olmalıdır. Məsələn, məndə xatirələrdə düz o sevdiyim musiqi deyil, amma yenə də misal mövzu açılıb deyim, onun bəndi ilə nəqarəti tamam fərqlidir. Bəndin melodiyası yenə də qəmli otaq, qəmli qələm, qəmli kağız, aşağıdan başlayır. Quruyub dil dodağım, dinmədi bir kəlmə ağız, onunla keçirdiyim günlərimin həsrətinə. Dararay dayraray, görsən qaldı burada, nəqarətə çıxırıq indi. Dararay dayraradam, dayraray dayraradam. Bu nəqarətdir. Bəndə bax, dararay dayra, fərqi görsən. Aşağıdayıq, nəqarətdəyik, aşağıda, bənddə. Fərq var. Bilirsən ki, bu buradan başlayıb 2-ci mərtəbədəndir, o 5-ci mərtəbədir. O fərq var. Amma son zamanlarda o musiqilərdə yoxdur. Elə narana eyni yerdə gedir, quruq eləyir. 1, 2, 4, 3, 2, 1 oldu bənd. 4, 3, 2, 1 oldu nəqarət. Yenə 4, 3, 2, 1 oldu bənd. Yenə 4, 3, 2, 1 oldu bənd. Ən yaxşı halda elə olur. Yəni onu da eləyə bilmirlər. Bəli, çox vaxt onu da bacarırlar. Baxırsan, elə hətta 1-ə düşməyənlər də var. 4, 3, 2 eləyir. Təzədən 4, 3, 2 1-ə də bir dənə axırda düşüb qutarır. Bilirəm ki, 1-ə düşsə 4-ə qayıdılmayacaq. Qayıtmaq məsələsi var. Bəzən də bəstəkarlar bəstələyirlər mahnını bəziləri. Baxırsan ki, birini 1 il əvvəl bəstələyir, bəndini, nəqarətini 1 il sonra bəstələyib. Və onları bir-birinə birləşdirəndə o da bir peşəkarlıq tələb eləyir də. Sən gərək ola bilər, məsələn, yarısını əvvəl bəstələyirsən, yarısını sonra. Onu birləşdirməyə, elə birləşdirmək üçün hiss olunmamalıdır keçid. Mahnıya qulaq asırsan, mahnı gəlir, bənd başlayır, oxuyur. Birdən risk keçir nəqarətə, bismillah. Elə bir ki, başqa 2 də mahnını montaj eləmişsən də bir-birinə. Tamamilə, yəni arasında o keçid düzgün qoyulmayıb. O düzgün qoyulmalıdır ki, bir-birinə keçəndə o zəncir kimi də hiss olunmasın ki, sən keçdin nəqarətə. Və yaxud da hiss elətdirsənsə də, elə hiss elətdirməlisən ki, o axıcı olsun, axıcı keçsin. Ola bilər, ani keçərsən, məsələn, aşağı bəmdən oxuyarsan, nəqarətin ani zildən başlayar. Ola bilər, o da gözəldir. Məsələn, məndə də var elə, bəmdən başlayırsan, sonra nəqarətdə birdən qalxırsan zilə. Elə mahnılar da var, türk mahnılar da var elə. Mahnı var, mən bir tək qadın sevdim, o da sənsin. Məsələn, o da elədir, bəmdən başlayır, məsələn, şey də elədir. Başlamaq gərək bazen, həyatı sıfırlamaq. O mahnı, sil başdan. Sil başdan da elə başlayır. Görsən, gəlir, ani qalxış olur. Amma orada keçid var da, o keçidi düzgün qoyub keçiblər. Burada olmur. Baxsan, mahnı başlayır, sonra dayanır, bir dənə orada yalandan bir çalğı gedir, ondan sonra keçir nəqarətə. Axıcılıq yoxdur. Yaradıcılıqda axıcılıq olmalıdır ki, axmalısan və bir-birinə birləşdirməlisən onu. Onu çox adam bilmir. Yəni, ona görə də musiqilərdə baxsan ki, bəsitlik çoxalıb, sadəlik çoxalıb. Elə bil ki, sözlər, mən son vaxtlar demişdim keçən dəfə də sizə, son vaxtlar sözlər daha çox dinləyicilər sevir o statusda paylaşmaq üçün. Mahnı çıxan kimi, nə qəşəng sözü var, fikir vermirəm musiqisini. Əvvəl tamam tərsinə. Əvvəl məsələn, hamı musiqiyə qulaq asırdı. Biz danışırıq da var, 70%-in umurunda deyil. Deyəcək ki, mənə musiqi lazımdır, nə edirəm? Qəşəng sözləri var, məsələn, qəşəng də oxuyur, nə qınayırlar deyəcək. Ona görə də yəni, mənası yoxdur çox adam üçün bizim bu danışığımızın. Yəni, ancaq kim ki, anlayışı var musiqidən, onlar başa düşürlər bu dəqiqə biz nədən danışırıq.
Musiqi deyəndə təhsildə getmirlər söhbət. Anlayışı, təhsili olmayan da ola bilər, anlayışı ola bilər. Təhsili olan da ola bilər, anlayışı ola bilər. Təhsili olan ola bilər, anlayışı da yoxdur. Elələri də var. Oxuyub təhsili var, amma baxırsan ki, tam olaraq anlamır musiqini. Yəni bizə əsas kimləri lazımdır dinləsin. Bizə kəmiyyət çox da maraqlı deyil. Hə, anlayışı olan dinləsin. Kimin anlayışı yoxsa baxmasın, lazım deyil mənə. Yəni mən ona heç nə özümü yorub heç nə izah eləməyi istəmərəm. Nəyimə lazımdır ona izah edeyim. Xəyal, bugünkü müzakirələr üçün sənə çox təşəkkür edirəm. Həm öz adımdan, həm izləyicilərimiz adından. Mənə də zövq verdi həqiqətən. Çox sağ ol. Vlogçu Bakunun izləyiciləri adından. Mən çox istəyərdim ki, bizi və Xəyalı sevənlər bizi növbəti proyektlərdə gözləsin. Çünki çox möhtəşəm bir layihə üzərində işləyirik və həqiqətən özümüz də çox səbirsizlik və hesab edirəm ki, Xəyal məndən də həvəsli və səbirsiz formada bu işi ərsəyə gətirəcək tezliklə. Yəqin ki, ilin ortalarına qədər reallaşdırılmağını gözləyirik. Bir daha təşəkkür edirəm sənə gözəl sözlərinə, gözəl fikirlərinə, gözəl təqdimatına görə, daha doğrusu gözəl təbliğatına görə. Çünki mən yaxşı bilirəm ki, sənin məqsədin burada insanları və yeni generasiyaları daha zövqlü olmağa, çağırmağa bağlı məsələdir. Bu da öz yerində musiqi biz bilirik ki, insanlara psixoloji baxımdan da ən güclü təsirə malik mexanizmlərdən biridir. Və bunun düzgün istifadəsi və düzgün yönləndirilməsi əslində nə qədər vacib bir amildir. Növbəti, yəni generasiyalardan, yeni generasiyalardan söhbət gedir. Hansı ki, onlar bizim övladlarımız, yaxınlarımız, əzizlərimiz, qohumlarımız və s. bunlar ola bilər. Çox sağ ol iştirak elədiyim üçün. Xoşdur. Və mən də səninlə birlikdə bu proyekti işlədiyim üçün həm özümə də xoşdur və həm də özüm də çox səbirsizlənirəm və inanıram ki, biz çox fərqli və çox maraqlı bir proyekti reallaşdıracağıq inşallah. İnşallah. Yeni görüşlərdə yenə bir yerdə olacağıq. Yenə sənin dəyərli fikirlərini alacağam. Yenə biz izləyicilərimizlə görüşməli olacağıq. Mütləq. Sənə çox sağ ol deyirəm. Mən də sənə çox sağ ol deyirəm. Və sənin bizim izləyicilərimizə istəyərdim fikirlərini, son sözlərini qeyd eləyəsən və biz artıq yekunlaşaq. Vlogçu Bakunu izləsinlər, yəni onu istəyirəm və keyfiyyətli musiqi əgər marağı olan insanlar varsa, yəni bayaq da danışıqda da dedik, həqiqətən də yəni bizə inanan insanlar bizi izləməyə davam edəsinlər. Mütləq. Yəni, bizə inanan insanlar lazımdır. Musiqi təhsili olan, olmayan fərqi yoxdur. Yəni bunlar mütləq deyil. Musiqi həvəsi olan və həqiqətən də keyfiyyət axtarışında olan insanların bizə baxmağa davam etməyini istəyirəm. Çünki mövzularımız fərqli olacaq. Tək musiqi deyil. Əlbəttə ki. Biz yəqin ki, musiqi mövzusunda hələ ki danışmayacağıq. Hələlik ki, bunlar baxılsın. İnşallah başqa bir mövzularda da növbəti verişlərimizdə danışacağıq. Yenə də ehtiyac olarsa şərhlərdə yaza bilərlər. Əsas odur ki, yazsınlar. Nə sualları var, nə soruşmaq istəyirlər. Həm Vlogçu Bakudan, həm də ki, o digər kanallarımız sayəsində yazıb soruşsunlar. O mövzuda da danışarıq. Nə biliriksə, nə mümkündürsə hamısını məmnuniyyətlə bölüşməyə hazırıq. İnşallah. Çox sağ ol bir daha. Əziz Vlogçu Baku izləyiciləri və kanalımızı izləməyən digər izləyicilər, bizi izləməyi və kanala abunə olmağı mütləq unutmayın. Növbəti görüşlərə dək görüşərik.